Sən niyə razı deyilsən, Nigar? Zahir müəllim, istəmirəm də yəni. Yəni səbəb nədir? Yəni sən görmüsən o adamı? Ananı itirməkdən qorxur yəqin. Hə? Mən yox, özünü görməmişəm, amma belə səslərdir. Adı nədir? Nə deyib sənə? Adını nə tərdir? Mənə heç nə deməyib. Yox, mama nə deyib onun adını sənə? Kənan. Düzdür. Aa. Kənandır da. Qısqandı. Qısqanmadım. Yəni qızı ilə. Bir dəqiqə qızım. Buyurun. Ay qurban olum sənə. Ərə gedirsən ged, Allah səni xoşbəxt eləsin. Gərək bunu efirə gətirəydin. Gərək sən canlı açıb müzakirə eləyəydin bunu. Gedirdin yavaş. Özləri ora qoşuldular da. Nəyə qoşuldular efirə? Yox, canlı yayıma bütün hamı ondan qoşulmuşdular. danışır ki, Esmirə ərə gedir. Gedin rahat gəlib bir də aş bir şey edin amma. Şamil əmi, efirlə getsə nə olar? Zahir, bir söz Efirlə deyim getsə daha sənə. yaxşıdır. TikTok'la ərə gedərlər. Niyə getmirlər ki? Sən Allah yaxşı da. Niyə getmirlər? Zahir bəy, Ay Mehriban xanım, biz başa düşmədim. Ailə quranlar var. Başa düşmədim. Onda belə bir sual verim. Bir 50 il bundan qabaq gedib hamamda bəyənirdilər. Hamamdan ərə gedirlər. Aman maraqlıdır. Hamamda qadınlar bəyənir, kişi Ha, bəyənir. nə dəxli var ki? Hamamda qadınlar bəyənir. Nə olsun, nə bəyənirdi? Onda hamam idi, indi Ay TikTokdur. yox, TikTok'dan ailə qurarlar, sən Allah Onda yaxşı. Instagram var, sosial şəbəkə var, insanlar ünsiyyət vasitəsidir. Ay Zahir, Mən çox xahiş eləyirəm, gəlin o platformanı, bir saniyə baxın. Bu platformaları gəlin ucuzlaşdırmış. Sən subay oğlanla evlənməmişsən, ay gün mənim ağzımı açma. Sən subay oğlanla evlənməmişdin TikTok'la tanış olanda. Elə deyirsən ki, mən TikTok'da ərə getməmişəm, bəlkə subay oğlana ərə getdi. Xeyr, subay ərə getməmişsən subay. TikTok'da evlənəndə, ərə gedəndə ağlı yoxdur. Mən belə düşünmürəm. Mən bu fikrin, o Heç sizin kəs fikrinizdir. xoşbəxt olmur. Onun axırı yoxdur. Heç kəs TikTok'da ərə gedən, nə bilim internet şeydə, Instagramda ərə tapır. Mikrofona. Bir dəqiqə. Nə oldu? Bir dəqiqə Zahircan. Normal həyatda adam tapmadı. Getdi TikTok'dan adam Ay Mehriban xanım. O kişi Onlar- TikTok'dan Mehriban nə xanım, axtarır? Mehriban xanım, siz fikrinizi dediniz. İndi icazə verin, biz də fikirlərimizi deyək də. Mən bu fikirlə razı deyiləm. Sənə ağılsız deyən var. Mən bu fikirlə razı, keçən dəfə Mehriban sənin xanım, sözümü demişəm. Mehriban xanım, Mən sözünü qurban dedin, olmuşam. ay qız sözünü Yox, dedin. mən demədim. Mənə qoymursan axı danışmağa. Yox, qoy mən bir aparıcı kimi fikrimi deyim. Mən şəxsən burada danışılan heç bir fikir studiyanın fikri ilə, rəhbərin, yəni layihə rəhbərinin fikri ilə üst-üstə düşməyə bilər. O onun fikridir. Mən bunu etirazımı bildirmirəm, amma ağlı yoxdur, biraz kəskin münasibətdir. Amma ki, mən belə fikirləşmirəm. Mən fikirləşirəm ki, biz TikToku, o böyük platformanı, Amerika bu saat Çinlə müqavilələrə keçirlər ki, böyük məbləğlərlə müqavilələr bağlanır ki, TikTokda Amerikanın öz rəsmi nümayəndəliyi olsun və Trump deyir ki, burada böyük bir maraq var, kiçikdən böyüyə, hər kəsin böyük bir marağı var bu platformaya. Cəmaət o platformadan milyardlar qazanır. Cəmaət o platformadan böyük layihələr qurub ortaya çıxardırlar. Baxın, bir şey deyim sizə. Biz TikToku Azərbaycanda ucuzlaşdırmış kimi təqdim edən insanlarla müqayisə etməyək. Bu platforma böyük istedadları ortaya çıxardan platformadır. Qardaş, bunu bilirəm, ay Zahir. Bilirik bunu. Dünyada bu saat insanlar var ki, TikTok'la məşhurlaşır, platformalarda məşhurlaşıb və onları Oscar təqdimatlarına dəvət eləyirlər ki, gəlin bura siz dünyada məşhur bilirik, qurban olum sana, bunları bilirik. Amma bilirsiniz, amma sakitcə gedeydin də ərə, bunu televiziya efirinə niyə gətirirsən? Əzizim, o televiziyaya gətirməyib, o TikTok platformasında açıqlama verib. Abalan versin də, burada müzakirə olunur. Ay Şamil. Zahir bəy, Allahu Ekber, buranın iştirakçısı burada müzakirə olunmalıdır Mən da. narahat edir ki, Esmirə xanım, özü Mikrofona sakitcə zəhmət ərə olmasın. getsəydi, Şamil burada- müəllim, Niyə mən sakit bir getsin ki? gətirim, açıqlama 2 ilə gətirim. yaxındır Bir dəqiqə Esmirə mənim, xanım. açıqlama Bir gətirim. dəqiqə Esmirə xanım. Mən TikTok'da tanımamışam heç kimi. Məni Sənə tanıyan TikTok insan demirlər, sənə deyirlər ki, burada efirdə bu mövzunun nə işi var? Efirdə, mənim efirdə. Bax, burada ailəmi tanıyıb, qızlarımı tanıyıb, həyatımı burada danışılmağını bilib. Mən TikTok'da Zahir bəy, çox sözlüsən. Bir dənə Məlahət xanım fikir qaldı. Esmirə xanım. Əvvəla, qoy Məlahət xanıma da İkinci də, mikrofon verim. TikToku- Əvvəla, baxın. TikTokun qüvvəsini Əvvəla bu yaxında adam, gördük. məncə, mənə elə gəlir ki, Şamil müəllimin dediyi sual, bilmirəm, Şamil müəllim hərdən elə bilirəm ki, Sual deyil, ilk dəfədir ki, fikir idi. bizim proqrama ekspert kimi gəlir. Əvvəla siz neçə illərdir ki, bu proqramda ekspertsiniz. Bu insanlar boşanmaları ilə bura bağlı gəliblər, taleyləri ilə bağlı gəliblər, mövzuları ilə bağlı bura gəliblər, çözüləni var, çözülməyəni var, çözülməkdə olanı var.
həyatıdır, Dönmürəm. müzakirə eləyir. Nəyi müzakirə etsən? Kimsə evlə ayrı iş üçün gəlmişdi. Gəlir otururdu, hamını müzakirə edir. Allahu Birdən gəl kimi Ekber. ərə gedirəm. Mən bilirsiniz, Ərə gedirəm Mən demirəm. söz deməmişəm ərə gedirəm. Şamil müəllim, siz malı mala qarışdırırsınız. Nə demişəm istəyirəm. Mən elə söz deməmişəm, şər atırsınız. Bax buradan bura mənə. mən sənə şər atıram. Mən Allah burada sənə xoşbəxt söylədim ki, eləsin, mən get. ərə gedirəm. Elə sözü mənim üstümə şər atırsınız siz. Mən sizin nə istəmirəm. Mən qızlarımla danışanda, yəni ki, müzakirə elədik, şey elədik. Açıldı Hüseynlə burada. Hüseyn, dilin qurusun ha Hüseyn sənin. Bax onun dili qurusun. Biz burada danışanda o bilirdi, Hüseyin bilirdi yəni ki müəllim. Açıldı burada söhbətimiz elə bilindi. Yoxsa ki mən o qədər ağılsız, o qədər dərrakəsiz Abalan vuraydın o söhbətin ağzından. Şəxsi müzakirətini ki, icazə vermirəm müzakirəyə. Sürükləyəndə də heç nə olmaz. Niyə də olmaz? Dilindən bu söhbət. Burada mənim böyüklərim sayılır. Mən bir şey söyləmək istəyirəm. Mən hal-hazırda Esmira, mən sənə bir şey deyim. Sənin qara gözünə mən heyranam ay Esmira. Sənin şirin sözünə mən qurbanam Esmira. Qulaq as. Allah Zeynəb xanıma can sağlığı versin. Allah Emin Sabitoğlu'ya da rəhmət eləsin. Və Şamil müəllim, hal-hazırdakı çıxışınızı sizin içinizdən və ürəyinizdən gələn Şamilin çıxışı kimi görmədim mən. Əgər mənim subyektiv fikrimi bilmək istəyirsinizsə. Siz mən əminəm ki, bütün sosial şəbəkələrdəki şərh bölmələrini oxuyursunuz gecələr, mənim mamam kimi. Gündüzlər də olur. Bəli. Mənim mamam kimi. O da oturur, gecələr bütün şərhləri oxuyur. Və orada ümumiləşmiş bir fikir formalaşdırmışsınız özünüzdə ki, TikTok'da şərh bölməsində yazanların böyük əksəriyyəti Esmiranı bu məsələni ictimailəşdirdiyinə görə qınayır. Mən TikTok'da oxumamışam, mən özü müzakirə eləyib öz canlısında. Qınayır. Və qınadığına görə də siz o mövqedən çıxış edirsiniz. Amma mən əsl Şamilin fikrini görmək istəyirəm, eşitmək istəyirəm. Mən əsl Şamilin fikri də elə. Mən istəmirəm ki, Esmira xanım kimi bir ağıllı... Şamil müəllim, ərə versən. Sözümü kəsmə, ağıl bir övladı da bunu istəmir. Gəlib günlərin bir gündə sual versən, adı nədir? Kənan. Yaxşı ki, alikdir. Mən inanmıram bu söhbətə. Mən inanmıram siz inanmırsınız. Samballı bir xanım günlərin bir gündə gəlsin ki, mən ərə gedirəm, fayt olma. İcazə verin Mələt xanım. Mən məsələn buradakı müzakirələrə baxıram, amma burada Esmira xanımın öz şəxsi həyatıdır və öz şəxsi seçimləridir. Televiziyada da müzakirə eləyə bilər, TikTok'da da müzakirə eləyə bilər, o öz fikirlərini deyə bilər. Amma bu o demək deyil ki, Esmira xanım nəsə bir yanlış iş görüb. Hər kəs öz fikirlərini deyə bilər. Şamil müəllimin də fikirlərinə hörmətlə yanaşır, o öz fikrini deyir. Amma televiziya bugün bu layihə onun üçündür ki, hər kəs gəlib burada dərdini desin, fikrini desin, müzakirə eləsin. Ona görə də bu normal bir haldır bugün. Məncə də. Çox mübarək, Allah mübarək eləsin ananın xeyir işini. Bir dənə Kübra xanım, danış da. Bir dənə mikrofonu götürün. Səndən başqa danışan yoxdur ay bacı. Mikrofona Kübra xanım. Mikrofona Kübra xanım. Görə indi sən buyur. Buyurun. Əvvəla Zaurun dediyini eşitdiniz ki, dedi o adamı bura dəvət eləyək. Niyə? Əvvəla burada evlənmə proqramları olub. O zaman bunlar da evlənməyəydi. TikTok'la evləniblər, xoşbaxt olurlar. Niyə bədbaxt olan da olur? Toyla gedən bəyən bədbaxt olmur. Elçi gəlir. Xonçalar gedir, zurna balaban çalınır. Nigar. Allahın və namuslu qeyrətli qızı əri gedib 16 yaşında qıza sataşıb. Bunun ailəsi dağılmadı. TikTok'la tanış olmuşdu. Pərvanə TikTok'la tanış olmuşdu. Atası götürüb verib dostunun oğluna ərə. Bədbaxt olmayıb, 3 dənə uşaqla döyülüb, küçədə qalmayıb. TikTok'la tanış olmuşdu qızın. Ay sağ ol. Yəni bunun əgər qismətdə nə var odur. Oğlum dedi ki, gəlsin o bəy bura, biz onu görək. Əvvəla buranın qaynar xətti var. O adam əgər təmiz adamdırsa... Mən buna görə dedim müzakirə edin. Gəlsin bura, onun üzünü xalqımız görəndə, əvvəla Allaha şükür, biz özümüz də qiymət verəcəyik. Bəli. Və xalqımız özü o qaynar xəttə yazacaqlar. Ay Esmira xanım, o yerində Allah eləməsinə fikrimi deyirəm. Bu adam 4-cü dəfədir qadınlarla evlənmək istəyir və yaxud ay Esmira xanım halal olsun, çox təmiz adamdır.
Biz onda buna qiymət Hə, veririk. biz sizi evləndirməyəcəyik ki, Bu ən dəqiqədə azı Esmira o xanım ərə insanı getdi sənə ki, daha yaxından Dünən gecə Esmira xanıma mən qulaq astım. Da Rusiyadan bir gənc oğlan danışdı və dedi, bir yerdə yaşayın. Düzdürmü? Yadıma gəlir. Mən qulaq asıram qıraqdan. Çoxunuz çox sözü mən qıraqdan qulaq asıram. Haqlıdır. Amma mən sözümdə yenə də deyirəm. Qızların qoy geçsin öz həyatını yaşasın. Əgər bugün sənə o adam həqiqi sidq ürəkdən talib çıxırsa, heç yox demə. Çünki o hərbiçi. hərbiçidir, sərt xəsiyyətli ola bilər. Qızların əgər ona ata deməyəcək ki. Amma bir ögey ata kimi ona qulluq elə, yaşlı adamdır. Valla bu qızlar ona məlhəm olar. Mən bildiyim, onun həyatını, qızı ki sənə xaricdən zəng eləyib, atamla evlən, deməli bu ciddidir bir şeydir. Yalan deyil. Əlbəttə. Bəli. Onda qoy qızı qoşulsun efirə bizlə danışsın. Siz çox gözəl dediniz. Axı mən də onları deyirdim, ancaq dedim bunu sən eləmə. Studiyadan qıraq, hay, cəmaatın Ay hakimliyi Allah, bu eləmə. bilmirsən Sənin kimin iki dostudur, qızın kimin var. düşmənidir. Söhbət gedir Bir şey Zaqataliyyə. Burada adamla dostluq edir. Ay Zaten qardaş, çox burada çox üzr istəyirəm. Mən bir şey eləmək Baba, istəyirəm. evləniblər. Nə qədər sözləri çıxdı, nə qədər danladıq, Kimdə olmuş ki bu? sevdik. Yalan deyirəm, qurban Bəli, olsun. qəbul edirik. Barışdılar, Onlarla sevindik. Eşmirə xanım bir Və yaxud dağdan ağac dalaşdılar, xanımdır bu. Xanım xatındır. Alqışlayıram, balışdılar. uşaqlarla Vallahi, onu bir eylə. Evlat Zahir bəy, var ortada. Valla Allah şükür sizə evlat Allaha. qismət Zahir Bir bəy. mehribançılığı var. İndi Ceyran qəbul eləmir, o başından olsa qəbul eləməyibdi. Amma yenə də artıq qarışmır onların Valla taleyinə. qarışmır, bəzə Həyatına, sevinirik, valla istədikləri kimi sevinirik. yaşayırlar. Qarışsa nə olacaq? Bir Nəticə yox, olacaq, bir Zahir bəy. sakitlik varmı? Bir Hələ sabitlik ki varmı? müvəqqəti Zarbə. Zarbə, mən bir şey əlavə vereyim. Valla Allah TikTokla mehriban bağlı eləsin. mən münasibət bildirmək istəyirəm. TikTokla bağlı. Bax bu gün Gəncədə itən qızımız var, Tozda itən qızımız var. TikTok vasitə tapılmadı. Bəli. Bax uğur odur. Bəli. Dünən Onu yaxşı yerə fikirləşmək lazımdır. dedilər, zəng elədilər sənə. Bəli. Evdə partlayırdım. Mişə veriliş qutarana yaxındır. O 41 nömrə Oradan getməyə və də geri qayıtmaq istəyirdi. Nə edirdi? İnan az qaldım studiya gələm özüm. Yəni bax bu TikTokun müsbət nəticəsi. Bəli, Elə bəli. də elə deyil. Zahir bəy, Nə bax o gözəl. xanım dedi ki, mən TikTok üzərindən Bəli, baxdım, Zahir bizim Baxşənin proqrama verişindən baxıb mən və oradan tapdım. zəng vurmuşdu.